Gəlir həkimə şikayət edir öz həyat yoldaşından. Ve mənim həyat yoldaşım kardır, eşitmir. Neyini? Həkim də ona məsləhət verir, 4 metrdən onu çağır. Gördün, cavab vermədi 3 metrdən. Daha sonra 2 metrdən. Daha sonra 1 metrdən. Nəticəni gəl mənə danışarsan. Deyir, boş üstün. Gəlir, görür həyat yoldaşı evdə yemək pişirir. 4 metrdən dayanır, deyir, xanım nə pişirirsən? Gör, cavab vermir. 3 metrə yaxınlaşır, xanım nə pişirirsən? Gör, cavab vermir. 2 metrdən də o cürünə, 1 metrdə qışqırır artıq xanım üstünə, yaxınlaşır, qışqırır. Xanım, sənə deyirəm, nə pişirirsən? Xanım nə cavab verir? Deyir ki, mən biyağdan 4 dəfə də sənə deyirəm ki, ət pişirirəm. Sən demə, kar bu özü imiş. Özünün xəbəri yoxdur. Bəzi vaxtlar İnsan özü səhv eləyir, amma xəbəri yoxdur ki, günahın böyüyü budur. Böyük günahkar özü də özünün xəbəri yoxdur amma. Hələ qarşı tərəfə neyinir, qınıyır. Filankəs niyə belə elədi, filankəs mənə niyə belə baxdı? Bir dənə sual verirəm ki, mən neynədim filankəs mənə tərsiz baxdı? Bu sualı verim özümə gələyim.